Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlərə dəstək məqsədilə hazırladığımız sadəcə 12-ci mövzunun izahını verəcəm. Ekranlardan da gördüyünüz kimi bugünkü mövzumuz fəza fiqurlarının açılışı mövzusudur. Bundan əvvəl bizim 11 müxtəlif mövzu üzrə izahımız var YouTube-da. Mütləq surətdə hər birinizə tövsiyə edirəm ki, həmin videolara da baxasınız, çünki monitorinq imtahanında düşəcək suallar izah etdiyimiz mövzular əsasında olacaq. YouTube-da monitorinq dərsləri Nail Sadıqov yazaraq bütün videolara baxa bilərsiniz dostlar. Videonu bəyənməyi, ətrafınızda olan digər insanlarla paylaşmağı unutmursunuz. Məlumat olmayan digər şəxslər də bu videolardan faydalansınlar. Dostlar, kanalımıza abunə deyilsinizsə, abunə ol düyməsinə toxunursunuz. Abunə olduqdan sonra zınqrov işarəsini də aktivləşdirirsiniz ki, kanalımıza yeni videolar yükləndiksə sizə məlumat gəlsin. Siz də vaxt itirmədən həmin dərslərlə tanış olasınız. Əlavə olaraq bizim ödənişsiz monitorinq WhatsApp kanalımız var. Ekranda aşağı sağ tərəfdə bizim nömrəmizi görürsünüz 055 239 20 41. Həmin nömrəyə yazaraq kanal linkini əldə edə bilərsiniz və yaxud da videonun açıqlama bölməsində də yerləşdirirəm. Oradan da link vasitəsilə kanala daxil ola bilərsiniz. Deməli, biz 4-cü sinif şagirdi olaraq hansı fiqurların açılışlarını bilməliyik? Ekranda qeyd etmişəm, yəni söhbət fəza fiqurlarının açılışlarından gedir. Prizma, kuboid, piramida, silindr, konus və kub. İndi bir-bir şəkilləri göstərəcəm. Əsas işimiz kub üzrə olacaq. Kubun açılış formalarını detallı öyrənəcəksiniz. Yəni burada əlavə qaydalar deyəcəm. Amma digərlərini standart formada öyrənəcəyik. Dostlar, başlayaq prizmadan. Prizmanın nə olduğunu bilirsiniz. İlk prizma olaraq üçbucaqlı prizmanın açılışını verirəm. Yəni ikibucaqlı təbii ki prizma olmayacaq. Üçbucaqlı prizma nədir? Yuxarıda bir üçbucaq çəkmişik gördüyünüz kimi. Aşağıda bir dənə. Bunları xətlər vasitəsilə birləşdirib belə bir fiqur almışıq. Açan zaman diqqət yetirsəniz 1, 2, 3 dənə orta hissədə paralleloqram yaranır. Əslində bu düzbucaqlıdır. Düz formada olanda düzbucaqlı olur. Amma ümumi formada deyir ki paralleloqramdır. Çünki düzbucaqlı da paralleloqramın bir növüdür. Ola bilər bəzən əyri də olsun. Üçbucaqlı prizmada yuxarı hissədə bir dənə üçbucaq var. Aşağı hissədə bir dənə üçbucaq var. Qalan yəni 3 dənə üz hamısı qeyd etdiyim kimi dördbucaqlıdır. Burada da biri burada, biri burada. Yəni məsələn bunu dostlar burada da çəkə bilər. Onu qeyd edim. Yəni buna diqqət yetirin. Həmişə üz-üzə olmaya da bilər açılış zamanı. Zaten eyni bir şeydir. Sonra dördbucaqlı prizma. Dördbucaqlı prizmanın xüsusi halı var. Kuboid fiqur adlandırırıq bunu və yaxud düzbucaqlı paraleliped adlandırırıq. Budur dostlar. Hamınız bilirsiniz kuboid barədə. Kuboiddə bu üzlə bu üz eynidir ölçü olaraq. Məsələn deyək ki, qabaq və arxa tərəflər. Bu üzlə bu üz eynidir. Və nəhayət bu üzlə də bu üz eynidir. İndi bu işarə qoyduğum sonuncular fərqli görünə bilərsə, deyərsiniz ki, müəllim, axı bunlar eyni deyil, eynidir dostlar. Sadəcə bunun məsələn bura uzunluğu 3-dür, bura 2-dir. Burada əgər biz bunu belə çəksəydik, belə olacaqdı. 3 bura, 2 bura. Amma mən burada digər versiyanı vermişəm ki, şagirdlər bunu da bilsinlər. Burada 3 bura düşüb, 2 bura. Yəni burada olan fiquru biz əyərək bu tərəfə çevirmişik. Aydın, yəni nəsə dəyişmir. Bu yenə də kuboidin açılışı olaraq qalacaq. Yəni kuboidin açılışında nəyə diqqət yetirmək lazımdır? Bütün üzlər kubdan fərqli olaraq eyni deyil. Kubla kuboidin fərqindən bilirsiniz bunu. Sadəcə 2 üzlər bir-birinə bərabər olurlar. Yəni buraya bərabərdir, pluslar bir-birinə. Ola bilər 400 də bir-birinə bərabər ola bilər xüsusi hallarda. Məsələn 600-ün hamısı bir-birinə bərabər olsa bu artıq kub olacaq. Sonra beşbucaqlı prizmaya keçdik. Beşbucaqlı prizmanın açılışında da gördüyünüz kimi yuxarıda bir dənə beşbucaqlı var. Aşağıda bir dənə beşbucaqlı olur. Yəni bunu biz burada da çəkə bilərik. Yenə qeyd edirəm. Fərqi yoxdur. Nümunə üçün üz-üzə vermişəm. Orta hissədə də 5 dənə gördüyümüz kimi dördbucaqlı var. Yəni prizmaların açılışında orta üzlər ancaq dördbucaqlılardan təşkil olunur. Paralleloqramlardan ümumi adı altında deyirik. Altıbucaqlı prizma. Diqqət yetirin. Yuxarıda bir dənə altıbucaqlı, aşağıda bir dənə altıbucaqlı. Ortada da 1, 2, 3, 4, 5, 6 dənə nə var? Dördbucaqlı var dostlar. Prizmalar barədə bu qədər. 7 bucaqlı prizma olsa, yuxarıda bir 7 bucaqlı, aşağıda bir 7 bucaqlı, ortada da 7 dənə 4 bucaqlı olacaq və s. İndi gəlin piramidalara keçdikdə, ilk növbədə 3 bucaqlı piramidanın açılışını verək. 3 bucaqlı piramida. Piramida nədir dostlar? Aşağıda bir dənə 3 bucaq çəkmişik bu formada. Burada bir nöqtə götürmüşük, bunları xətlərlə birləşdirmişik, yaranan fiqurdur. Oturacaq hissə, məsələn, buranı düşünsək, bu özü 3 bucaqdır. Yadda saxlamaq lazımdır ki, piramidanın açılışında yan üzlər, yəni kənar tərəflər hamısı üçbucaq olur və həmişə üçbucaq olur.
1, 2, 3. Üçbucaqlı piramida olduğu üçün 3 dənə kənarda var. Bir dənə də oturacaqda 4 dənə üçbucaqdan təşkil olunub. Yəni bunu yadda saxlamalısınız ki, üçbucaqlı piramidanın açılışı 4 dənə üçbucaqdan ibarətdir. Dördbucaqlı piramidaya baxaq. Baxın, oturacaq dördbucaqlıdır. Yəni mərkəz hissə. Amma yan üzlər üçbucaqlardır. Qeyd etdiyim kimi piramidada yan üzlər nədən ibarət olur? Ancaq üçbucaqlardan ibarət olur. Yəni burada da gözümüzün qabağındadır. Ortada, yəni oturacaqdakı fiqur çəkilir. Qalanlar hamısı bax bu üçbucaqlardır. Bu şəkildə. Dostlar, xüsusi halda əgər piramidanın oturacağı kvadratdırsa, buna kvadrat piramida deyilir. Əminəm ki, bunu hər biriniz bilirsiniz. Beşbucaqlı piramidaya baxaq. Beşbucaqlı piramidanın oturacağı gördüyümüz kimi beşbucaqlıdır. Kənarda da 5 dənə üçbucaq var. Belə bunu vizual şəkildə, yəni gözünüzün qabağında canlandıra bilərsiniz. Məsələn, 6 bucaqlıda bir dənə mərkəzdə 6 bucaqlı olacaq, kənarda da 6 dənə üçbucaq. 10 bucaqlı piramidada mərkəzdə bir dənə 10 bucaqlı fiqur olacaq, kənarda da 10 dənə üçbucaq olacaq. Silindrin açılış forması hamınız bilirsiniz. Silindrin açılış forması bu şəkildədir. Yəni mərkəzi hissədə bir dənə düzbucaqlı formatında olur. Belə bir açılışdır. Bu səthidir silindrin. Burada yuxarıda bir dairə, aşağıda bir dairə. Bu ümumilikdə silindrin açılış formasıdır. Konusun açılış forması kosanın papağı da bəzən adlandırırıq. Dostlar, bir dənə belə açılış olur. Yəni bu şəkildə. Bir dənə də bu formada olur. İndi isə keçirik bugünkü dərsimizin əsas hissəsinə. Kubun açılışları. 4-cü sinif şagirdi kubun açılışlarını detallı bilməlidir. Bəzən ibtidai sinifdə müəllimlər bunu detallı keçmirlər. Çox təəssüf ki, dərslikdə bunun izahları yoxdur, amma metodik vəsaitdə müəllimlər üçün olan vəsaitdə var və müəllimlər bunu şagirdlərə izah etməlidirlər. Əgər ola bilər müəlliminiz izah etməyibsə, mən burada sizin üçün izah edirəm və ya müəllimlər özləri də buradan bu qaydaları öyrənə bilərlər. Çox vacibdir. Çox asan dildə izah edəcəm, hansı ki dərslikdə biraz qəliz görünə bilər müəllimlərin özünə də. Kubun açılış formaları dostlar, kubun 11 dənə açılış forması var. Yəni mümkün olan bir kubu açan zaman 11 dənə açılış görə bilərsiniz. Başqa hal mümkün deyil. Mən burada qruplaşdırmışam ki, şagirdlər bunu rahat formada yadda saxlasınlar. Birinci dostlar, yuxarı hissədə gördüyünüz kimi dörtlü açılışlardır. Yəni 4 dənə, bax burada xətlərə fikir verin, 4 dənə kub üst-üstə qoyulub. Və ilk 4 dənəsinə fikir verin. Bax buradan bura qədər olanlarda. Nə var? Bu hissə hamısında stabildir. Görürsünüz, plus qoyduqlarıma baxın. Hərəkət edən hansıda 1, 2, görürsünüz, ikinciyə düşdü, üçüncüyə düşdü, dördüncüyə düşdü. Yəni rahat yadda saxlamaq üçün bax bu dediyim qaydalardan istifadə edə bilərsiniz. Yəni 4 dənə düzülür, 4 dənə xətt. Diqqət yetirin, digərlərində dörtlü yoxdur aşağı hissələrdə, 4 xəttli olmur. Yəni bir xətt boyunca 4 dənə kvadrat yerləşməyib. Bu 6 versiyada olur. Və onun 4 dənəsində də məsələn burada saxlayırsınız bunu, bu hissəni. Digərlərini sürüşdürürsünüz. Bir dəfə burada çəksiniz, bir dəfə burada, bir dəfə burada, bir dəfə burada. 4 dənə versiyanı belə öyrəndik. İndi dostlar keçirik növbəti 5-ci versiyaya, yəni bu hissəyə baxaq bunlara. Burada artıq buradakını bura keçiririk. Buradakı bura keçəndən sonra bir dənə, bax bundan bunu burada çəkirik. İndi deyirsiniz ki, müəllim, məsələn, bunu burada çəkdik, bunu burada çəkmək olmazmı? Olar dostlar. Amma bu əslində bax bunun təkrarı olacaq. Çünki baş tərəfdə bir dənə varsa, bunu çevirsəniz eyni şey olur. Yəni buna artıq təkrar çəkməyə ehtiyac qalmayacaq. Daha doğrusu bu olmayacaq bu. Yəni sürüşdürən zaman bu tərəfə keçəcək. Ona görə yəni bu təkrarlara yol verməmək üçün eyni şeydir. Yəni çevrəndə eyni formanı almamaq üçün biz 11 dənə versiyadan danışırıq. Yəni əslində çox görünə bilər gözümüzə, amma əslində 11 dənədir. Bəli, biri burada olanda biri burada olur, bir dənə də burada, bir dənə də burada. Deyirsiniz ki, müəllim, axı bu burada var, bu burada var. Birinci ilə bu eyni deyilmi? Xeyr. Əgər biz burada bunu aşağı tərəfdə çəksəydik, bəli, bununla bu eyni olardı, birinci ilə axırıncı. Çünki çevrəndə yenə T hərfinə oxşayacaq. Amma məsələn bu olsun və yaxud da biz bunları, yəni bax burada olanları burada çəksək, bunlar eyni olar. Ona görə ikinci versiyanı vermirik. Deməli dostlar, ümumiləşdiririk. Yəni siz də şagird olaraq və yaxud müəllimlər olaraq necə yadda saxlayırsınız? T hərfi kimi düşünə bilərsiniz. Yəni bu dörtlükləri T hərfinin xəttini çəkmisiniz. Görürsünüz, birinci T hərfidir. Sonra bu yerində qaldı. Bunu sürüşdürdünüz. Bir dənə ortalarda belə var, X var. Bir dənə də bax bu ortalarda. Burada və yaxud burada çəkə bilərsiniz. Əla, dörtlülər getdi. Bu yadımızda qalacaq əminəm. Biraz məşq etsək, yadda qalar. Əlavə olaraq qeyd edim, kubun açılış formalarıyla bağlı əlavə videoda paylaşacağam. İnşallah kanalımızda və yaxud da YouTube kanalının özündə, WhatsApp kanalında görəcəksiniz. Vizual şəkildə gözünüzün qabağında. Real olaraq bunlar necə qatlanır?
Tam detallı formada gözünüzlə görüb əyani formada əmin ola biləcəksiniz. Dostlar, növbəti forma üçlüdür. Yaşılla işarələmişəm. Üçlü, yəni 3 dənə xətt belə fikir verin. Kənarında 2 dənə xətt belə kənara çıxır. Hamısı eynidir. Bir dəfə fiquru, ə, yəni kvadrat ora qoyuruq, bir dəfə ortaya qoyuruq, bir dəfə bura qoyuruq. Fikir verin, bunlar üçü sabitdir. 1, 2, 3 nömrələdim. Aydındır, yəni üçlülərdə sol tərəfində 2 dənə belə xətt çəkirik. Sonra birim burada, növbəti də birim burada, birim də burada. Yəni 3 versiyanı buradan belə yadda saxlaya bilərsiniz. Yenə qeyd edirəm, biraz məşq edib yadda saxlamaq olar. Və nəhayət dostlar, bu qaydalara tabe olmayan başqa bir qaydamız da var. Yəni daha doğrusu daha iki açılış forması var. Bunlar da mən bunu pilləkənlər adlandırıram, rahat formada yadda saxlamaq üçün. Necə yadda saxlaya bilərsiniz? Pilləkən nəyə nəzərdə tuturam? 2, 2, 2. Görürsünüz 2, 2-dir. Buna 2 deyə bilərik. 2, 2, 2. Bir də üçlük var. 3 dənə belə, ucların birləşdirmə şərtlə bir dənə də belə. Pilləkənlərə oxşayırlar. Yəni biri ikilidir, biri üçlüdür. Aydındır, yəni bax bu formada bunu yadda saxlaya bilərsiniz. Bilmirəm nə dərəcədə faydalı oldu bu qruplaşdırma sizin üçün. Amma mütləq surətdə bilməlisiniz, çünki 4-cü sinif dərsliyinə yenə gedirəm, bunlar var. Dostlar, keçirik kubun açılışında qonşu və qarşı üzlər. Bəli, bu dərslikdə adı qeyd olunmasa da qonşu və qarşı üz anlayışı, amma testlərimizdə var. Orada qeyd olunur ki, şagird bunu vizual şəkildə gözünün qabağında canlandıraraq yazmalıdır. Dərslikdə məsələn orada zərin açılışı var və ya rənglərin açılışı var. Amma şagird qonşu və qarşı üz anlayışını bilsə, hansı ki izahını verəcəm, dərslikdəki sualları heç gözünüzün qabağında canlandıra bilməsəniz belə yaza biləcəksiniz. Qonşu üz nədir? Qonşu nədir? Yan-yana olan. Məsələn dostlar, bax bunlar qonşudur. 1 ilə 2 qonşudur. Yan-yana olanlar qonşu üz adlanır. Məsələn, bununla bu qonşudur. Sonra bununla bu qonşudur. Aydındır, bunlar yəni qonşu üzlər adlanırlar. Bir də var qarşı üzlər. Qarşı üzlər qonşu olmayan üzlərdir. Məsələn, yaşıllar qarşı üzlərdir. Qırmızılar qarşı üzlərdir. Sarılar qarşı üzlərdir. Qonşu deyil də bir-birinin yanında deyilsə, bunlar adlanır qarşı. Qarşı, yəni qarşı o mənadadır. Qarşı üzlər. Bu qonşu üzlə qarşı üzün bizə kömək nə deyir? Kubu yığan zaman qatlasanız, bax vizual şəkildə gözünüzün qabağında canlandırsanız. Məsələn, deyək ki, bura oturacaqdır. Buranı qaldırdınız, qalxdı. Bu tərəfdə qalxacaq. Sarılar üz-üzə duracaq. Bura oturacaq olsa, yəni yaşıl təkrar edirəm. Bax, bir yazdığım hissə oturacaq olsun. Qırmızılar sol və sağ tərəf olacaq. Bura solda, bu sağda duracaq. Yaşıl da gedib üstə duracaq. Yəni bu üzlər rəngləri eyni olanlar. Üz-üzə duracaqlar, qarşı-qarşıya. Yəni bunlar, mən artıq sualları göstərdim sizə, ev yox. Bunlar yəni heç zaman nə olmayacaqlar? Görünə bilməzlər eyni vaxtda. Yəni açılışlarda qeyd edilən, bax bu sarı üzlər məsələn eyni vaxtda görünə bilməz. Yəni 3 dənəsini verəcəklər hansı ki, bax bu sualda var. Bunlar eyni vaxtda görünə bilmirlər dostlar. İndi yavaş-yavaş gəlin izahlara baxaq. Bir aşağıdakılardan hansı sağdakı kubun açılışıdır? Dostlar, bunu vizual şəkildə gözünüzün qabağında canlandıra da bilərsiniz. Və yaxud da Nail müəllimin izah etdiyi qaydadan da istifadə edə bilərsiniz ki, bax bu n ilə m nədir? Qonşudur da. Qarşı deyil ki, qonşu üzü eyni zamanda görürsünüz, amma qarşı üzü eyni zamanda görə bilməzsiniz. N ilə k-da qonşudur, m ilə k-da qonşudur. Aydındır, bunlar qonşu üzlər adlanır dostlar. İndi baxaq. Məsələn, burada m-dən a variantda k necə üzdür? Qarşı üzdür. Görürsünüz, yəni biri o tərəfdədir, biri bu tərəfdə. Heç ola bilər bu. Xeyr, əgər bunlar qarşı üz olsaydı, burada eyni vaxtda görə bilməzdiniz. Deməli A deyil. Sonra B variantı. N, M, K. Burada dostlar, problem yoxdur. İndi bunu izah edəcəm. Nəyə görə B variantı olacaq? İndi C variantını izah edirəm. N ilə K-ya fikir verin. N, K. Burada qonşuda, amma burada qarşı üz kimi verilir. Bunlar qarşıda axı. Qonşu olsaydı, bax belə verilməli idi. Amma K-nı aparıb orada verib. C də deyil. D variantında N ilə M. N mı? Qonşuda mı burada qarşı üz kimi verir? Deməli bu da deyil. Doğru cavab B olacaq. Yəni yerdə bu qalır. Niyə dostlar? Deyirsiniz ki, müəllim, N bu tərəfdədir, M bu biri tərəfdə. Necə ola bilər? Dostlar, ola bilər. Bunu qatlayan zaman, yəni yıxsanız, deyək ki, bura oturacaqdır. N düşsün sol tərəfə, bu sağ tərəfə. Bunu qatlayan zaman bu üstə çıxacaq mı? Gəlib N ilə bitişəcək. Olacaq qonşu üzlər. Aydındır, K da buradan qalxacaq. Həm M-yə, həm də N-yə qonşu olacaq. Bunu istəsəniz karton vasitəsilə kəsib kağız üzərində vizual şəkildə edə də bilərsiniz, amma dediyim qaydaya əsaslanıb da yazmaq olur. İkinci, kubun açılışı hansı variantda düzgün verilib? İndi videonu saxlayaraq özünüz müstəqil tapa bilərsiniz. Burada nömrələr var. Dostlar, qaydamız 2 ilə 4 necə üzdür? Qarşı üz. Eyni vaxtda görə bilərik? Yox.
A variantında 2, 4 yazıb. Deməli, A variantı ola bilməz. Sonra 3 ilə 5 necə üzdür? Qarşı üz eyni vaxtda görə bilərik? Yox. Burada amma görünüb B variantı. Deməli, B variantı deyil. 1 ilə 6 necə üzdür? Qarşı üzdür. Yəni 6-nı siz burada da çəkə bilərsiniz də. Müxtəlif versiyalar vardı. Belə-belə çəkə-çəkə gedirdik. Yəni o tərəfdə olandan bu tərəf. 1 ilə 6 eyni vaxtda görmək olar? Yox. Deməli, bu da deyil. 2, 3, 6. Bəli, D variantı ola bilər. Yəni 6-nı biz gətirib 3-ün üstə də çəkə bilirik də bu halda var. 6-nı yəni fırlada-fırlada, bax belə-belə dövr etdirə-etdirə gətirə bilirik bura. Sual 3. Təsvir olunan açılışa uyğun kub hansıdır? Rənglər üzrə verib. Deməli dostlar, bu üzlər, daha da üzr istəyirəm, bu rənglər eyni vaxtda görünə bilməz. Baxırıq hansısa variantda varmı? Var. B variantında məsələn bu rənglə bu rəng. İndi yaşıl mavi deyil, tam mavi deyil açığı bu. Mavi rəng budur da. Deməli eyni vaxtda görünə bilməyəcək. Sonra məsələn baxaq bu üzlər qırmızı ilə bənövşəyi rəng. Baxıram. Ha, C variantında var. Olmaz eyni vaxtda görünməyi. Burada da dostlar bu üzlə, bax bu üz. Eyni vaxtda görünə bilərmi? Çəhrayı ilə mavi rəng. Çəhrayı mavi. Xeyr, D variantı olmayacaq. A variantı deməli doğru cavab kimi qalacaq. Bu variant. Sonra burasında yaşıl, üstündə də mavi. Ola bilər. Yəni bu fırlanıb gəlir yaşılın altına. Fırlana-fırlana gələ bilər. Digərdə nə olacaq? Yaşılın üstünə gələ bilər dostlar. Yığan zaman yəni bu alınacaq. Əsas yəni diqqət yetirməli məqam qarşı üz məsələsi. Qarşı üz eyni vaxtda görünmür. İndi növbəti belə bir sual var. Bu dərsliyinizdə də var. O birlər də zaten dərsliyinizdə var. Bir neçə nümunə veriblər dərsliyi üzrə. Hansı şəkli xəttlər üzrə qatladıqda qapaqsız kub şəkilli qutu alınmaz? Dostlar, yəni 5 dənəsini verib, diqqət yetirin burada. Bunu qatlayan zaman ə, yəni qapaqsız qutu alınmayacaq. Amma hansı ki digərlərində alınır. Məsələn, burada alınır dostlar. Niyə alınır? Məsələn, burada bir dənə bunu çəksəm, bu əslində kubun açılışıdır. Bunu qatlayıb yıxsanız, düşünün ki, bu tərəf yoxdur. Bir dənə qapaqsız kub alınır da. Başa düşürükmü bunu? Yəni yığırsınız, xəyal olaraq düşünün ki, bu da var. Axı kubun açılışında belə T hərfi var idi. Deməli mümkündür. Eyni qayda üzrə dostlar, məsələn, bax bunu da buradan artıra bilərik. Bura bir işarə qoyuram. Dörtlü yaranır. Burada bu formada olurdu. Deməli bu da mümkündür. Sonra burada da 2, 2, deməli burada bir dənə artırsam 2, 2 pilləkənlərə oxşayan bu versiyada var. A variantı amma ola bilməz. Niyə? Kubun açılışında maksimum 4 dənəsi yan-yana düşə bilirdi. Amma burada 5 dənə çəkib. Bunları qatlayan zaman bu artıq 4 dənəsi qatlanacaq, biri də o birinin üstünə düşəcək. Yəni A variantı ola bilməz. Bu tip sualları yəni müəllimlər kağız üzərində, karton üzərində kəsib göstərə də bilərlər vizual şəkildə. Yenə qeyd edirəm, videoda olacaq. Oradan da baxa bilərsiniz şagirdlər. Mütləq surətdə öyrənməyimiz vacibdir. Yəni asan mövzu deyil. 4-cü sinifin ən çətin mövzularından biridir. Amma başa düşürüksə, bunu qaydaları öyrənə bildiksə mükəmməlik. Və nəhayət 5-ci sualımız var. Altıbucaqlı piramidanın açılışında neçə üz var? Bu rahatdır. Altıbucaqlı piramidanın açılışında bir dənə altıbucaqlı olacaq. 3, 4, 5, 6. İndi mən biraz pis çəkdim, eybi yox. Kənar hissələr dostlar, bax bu şəkildə üç bucaqlardan təşkil olunacaq. Biraz kobud görünə bilər, eybi yox. Deməli 6 dənə üç bucaq var. Bir dənə də altı bucaqlı var. Neçə üz var? Toplam 7 dənə üz olacaq. Belə dəyərli dostlar, bununla da fəza fiqurlarının açılışı bölməmiz yekunlaşdı. Çox önəmli dərsdir. Bu dərsi təkrar baxıb qaydaları öyrənmək lazımdır. Xüsusilə kub barədə qeyd edirəm. Bəs bununla işimiz yekunlaşdımı? Xeyr. Ekranda gördüyünüz sağ tərəfdə kitablarımız var. Monitoring test topları. Həmin test toplusundan bu mövzu üzrə maraqlı suallar var. Əgər test toplusunu almamısınızsa, bizimlə əlaqə saxlayaraq 055 239 20 41 həmin nömrəyə yazaraq test toplarını sifariş verirsiniz, biz sizə göndəririk. Orada olan bütün sualların izahını da çəkmişəm. Yəni oturub sualları yazırsınız, bilmədiyiniz məqamlar varsa, mənim izahlarıma baxırsınız QR kodlarla və öyrənirsiniz dostlar. Əgər o kitabdan istifadə edib bu qeyd etdiyim dərs izahlarına baxsanız, inşallah monitoring imtahanında yüksək nəticə qaçılmazdır. Yəni mümkün qədər bu qeyd etdiklərimi yerinə yetirsəniz, inşallah qeyd etdiyim formada nəticələr əldə edəcəksiniz. Belə, sağollaşırıq. Sağ olun. Bir sonraki izahlarda görüşərik. Hələlik.